Çünkü Rusya'da Rus olmayanların sayısı Rus vatandaşlarının sayısından kat artıq olduğu için buna sadece Azerbaycan meselesi olarak bakmamak lazımdır. O ülkede olan çok sayılı, çok etnik kimlikli, çok farklı dinli insanlar için de bu bir örnek ki bunu Azerbaycan'a eləyəndən sonraki hamı bilir Rusya ile Azerbaycanın münasibəti hem Cənubi Qafqaz ölkələri içerisinde hem de geçmiş Sovyet Birliği'ne daxil olan ölkələr içərisində ən yaxşı münasibət olan Rusiya-Azərbaycan münasibətləridir. Sizcə Elçin müəllim, orada yaşayan insanların bunu fikirləşməsi çox məntiqli deyil ki, Azərbaycan soyda Azərbaycanlılara bu olunandan sonra bizə nələr eləməzlər? Bu bir. İkincisi, mən burada Azərbaycanın, təbii ki, buradakı proqramlarda da söyləyirəm, Azərbaycan dövləti öz işinin əhlidir, dövlətin lazımı məqamlarında oturan insanlar da nə olunması lazımsa onu eləyəcəklər. Onunla bağlı danışmaq və ya kiməsə nəyisə yol göstərmək mənim nə səlahiyyətim deyil, nə də həddim deyil. Amma mən burada yaşayıb qəlbi hər zaman can Azərbaycanla döyünən bir insan olaraq bu məsələni necə dəyərləndirirəm? Bu, milli kimliyimizin təhqir edilməsidir. Dünyanın harasında olursa olsun, hangi ölkədə olursa olsun, bu istəyir Amerikada olsun, istəyir Fransada olsun, istəyir Rusiyada olsun, istəyir Türkiyədə olsun, dünyanın harasında olursa olsun, milli kimliyimizin təhqir edilməsi qarşısında Azərbaycan səssiz və tərəfsiz qala bilməz. Mən sizə bir soru sormaq istəyirəm, Elçin müəllim. Eyni hadisə Rus vətəndaşlarına qarşı Azərbaycanda və ya başqa bir ölkədə bu şəkildə olsaydı Rusiyanın təpkisi nə olurdu? Gördük də biz Baltikyanı ölkələrdə Rus məktəbləri ilə bağlı hər hansı bir qərar çıxarılanda burada bizim soydaşlarımız yaşayır deyə bütövlükdə hamı ayağa qalxdı. Ukraynada əslində bu hadisələr niyə baş verdi? İndi bunları mən niyə söyləyirəm? Çünki mənim bir kərə dünən də bir çağırış vermişdim əvvəlki gündə. Bugün də gördüm ki, Ukraynanın bütün xəbər ajansları mənim o çağırışımızı birinci xəbər ediblər. Mən o çağırışımı təkrar edirəm. Mən deyirəm ki, Rusiya konstitusiyası çərçivəsində Rusiyada yaşayan başta Azərbaycanın soydaşlarımız olmaqla Rus olmayan bütün Rus vətəndaşları qanuni, hüquqi olaraq haqlarını Rus devletindən və Rus hökumətindən tələb eləməlidir. Mənim təhlükəsiz, çünki vətəndaşla devlet arasında bunu Erkin müəllim də orada da çox gözəl bilir, Aqil müəllim də çox gözəl bilir, hətta Mixail bəy də çox gözəl bilir ki, dünyanın hər yerində hüququn olduğu bütün ölkələrdə dövlətlə vətəndaşlar arasında qarşılıqlı bir akit var, qarşılıqlı bir müqavilə var. Vətəndaşın dövlətə olan məsuliyyəti var.